Ona görə bu suala cavab verirəm. Siz alimsiniz, yoxsa müğənni? Mən təfəkkürlü insanam. Demirəm mən aliməm. Mən dərk edə bilirəm, mən anlayıram. Mən xoşbəxtəm ki, anlamağı bacarıram. Mən bədbəxtəm ki, anlayıram. Ona görə ki, bizim cəmiyyətdə o qədər naqisliklər var ki, mən onları görə-görə susmağım mənə bədbəxtlik gətirir. Atalarda bir misal var, deyir ki, necə sən qanmayan atan yana, necə gözəl sözdür, el misaldır. Sənə qurban olum, ay mənim elim, ay mənim obam. Bir qoca kişiyə toy məclisində sual verdim ki, deyirlər arvadı əri saxlar, pendiri dəri, bu nə tər şeydir? Sadə sualdır bu. Çox gözəl, mütləq cavab verdi mənə, dedi, oğlum elə deyil misal, dedim nə tərdir? Dedi, duzsuz pendiri dəriyə töysən, 1-2 günün içində ilənəcək. Dedim, bə nə tərdir? Dedi, arvadı özü saxlar, pendiri duzu. Dedim, eşq olsun sənə qurban olun, mən nə gözəl söz dedin sən. Mən eşitməmişdim bu misalı. Yəni, hər sadənin içində bir mürəkkəb, hər mürəkkəbliyin içində bir sadəlik var. Köydən gedən 5 durnalar, köydən gedən